Namaz bütün alimlərin ittifaqına görə əməllərin içərisində Allaha yaxınlaşdıran ən böyük əməldir. Bütün alimlərin ittifaqına görə namaz kimi Allaha yaxınlaşdıran insanı ikinci əməl yoxdur vallahi. Allaha ən sevimli olan əməldir əməllərin içərisində. Mütləq olaraq deyirik. Bir nəfər sahabə Abdullah adında gəlir, deyir ki, ya Rasulallah, eyyül əməli əhəbbu ilallah. Allaha ən sevimli olan əməl hansıdır? Təsəvvür edin, sualın formasına baxın. Deyir ki, əs-salatu alə vaktihə. Vaxtında qılınan namaz. Vaxtında qılınan namaz Allaha ən sevimli olan əməldir. Digər sahabə gəlir, deyir ki, ya Rasulallah, əməllərin içərisində ən üstün, ən fəzilətli əməl hansıdır? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ona namaz. Deyir, bəs sonra hansıdır? Deyir, namaz. Deyir, bəs sonra hansıdır? Deyir, namaz. 3 dəfə təkrar edir, deyir, namaz. Sonra soruşanda deyir, bəs hansıdır? Bilmək istəyir ki, ondan sonra hansıdır? Deyir ki, Allah yolunda cihad etmək. Və bu hədis də dəlalət edir ki, namaz ən üstün əməldir. Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində deyir ki, وَعْلَمُوا أَنَّ خَيْرَ أَعْمَالِكُمْ əs-salət. Bilin və agah olun ki, sizin ən xeyirli əməliniz namazdır. Və bu hamısı onu göstərir ki, namaz çox əzəmətli ibadətdir. Həmçinin də əksi, qılmamaq. Necə ki, namaz qılmaq Allaha ən yaxınlaşdıran əməldir, eləcə də namazı qılmamaq, namazı tərk etmək əməllərin içərisində Allahdan uzaq salan ən birinci əməldir. Namaz kimi, namazın tərki kimi Allah uzaq eləsin. İnsanı Allahdan uzaq salan ikinci əməl yoxdur. Bunun günahının şiddəti kimi heç bir günahın şiddəti dayana bilməz bunun yanında. Ona görə İmam İbn Qeym rahimehullah namaz kitabında deyir ki, namazın tərki orada olan günah, içkidən, qumardan, zinadan, hətta qətl deyir. Adam öldürmək. Ondan daha böyük günahdır deyir. Namazı tərk etmək. Yəni, namaz qılmaq böyük savab olduğu kimi, namazı qılmamaq da ən böyük günahdır. Namaz əməllərin içərisində Allaha ən çox yaxınlaşdıran əməl olduğu kimi, namazı qılmamaq da Allahdan uzaqlaşdıran ən böyük əməldir.